Hər zamanki kimi yenə şirniyyətlə gəlmişəm sizin yanınıza. Bugünkü reseptimiz darçınlı bulku çox dadlı alındı. Qat-qat xəmirdən oldu. İlk öncə reseptə keçməmişdən əvvəl onu qeyd edim ki, stəkan ölçü 200 ml-dir. Və bu səhifəm yenidir. Abunə olub səhifəmdəki videolara like edin, komment yazın, paylaşın. Və keçirəm reseptə. Əfsus olsun ki, videonu tam çəkməmişəm, amma eybi yoxdur. 2 stəkan süd, üzərinə deməli droj. Bunları hələ ki qarışdırırıq, köpünə kimi gözlədirik. Köpürdükdən sonra droj köpürdükdən sonra ərzaqları əlavə edirik. Yoğururuq. Yoğurduqdan sonra təxminən 1 saat yarım qoyuruq isti yerdə acısın deyə. Baxın, burada xəmirimiz artıq acıyıbdır. Və xəmiri düz formada açırıq. Nə çox nazik, nə də çox qalın olmamalıdır. Baxın, bu formada asta-asta yəni belə açırıq. Gördüyünüz kimi. Xəmirimin böyüklüyü, uzunluğu, eni təxminən bu boyda oldu. Baxın, xəmirin nazikliyi, qalınlığı bu formada oldu. Çox nazik eləməyin. Daha sonra xəmirin üzərinə yaxşı yağlı olması üçün xəmirin üzərinə yağdan əlavə edirəm. Siz hansı yağdan istifadə edə bilərsiniz? Duru yağdan başqa. İçlik üçün isə gördüyünüz kimi 1 stəkan 200 ml, yəni stəkan yarısından pesok və 1 xörək qaşığı darçın əlavə edirsiniz. Əgər istəsəniz 2 xörək qaşığı əlavə edə bilərsiniz. Mən 1 xörək qaşığı əlavə etdim. Normal olsun deyə. Bayaqki gündən deməli qatdalı qoydum xaladenikə, yarım saat ərzində qalmalıydı. Yarım saatdan sonra çıxartdım. Yenə həmki kimi, bayaqki kimi xəmiri açıram. Daha sonra xəmiri açdıqdan sonra yenə yağlayıram və yağladıqdan sonra isə üzərinə bayaq hazırladığım darçınlı pesoklu içliyi əlavə edib qoğal kimi kəsib yumruqdarı format edirim və yaxud da ki, siz belə deyə bilərsiniz ki, dümürləyib daha sonra kiçik kündələr kimi hazırlaya bilərsiniz. 180 dərəcədə alt üst rejimdə təxminən yarım saat, 40 dəqiqə, 45 dəqiqə maksimum pişirə bilərsiniz.